2026-cı ilin başlanğıcı ən uğurlu və güclü şəkildə keçəcək bürclər bunlardır. At ilinin enerjisi onlara həm şans, həm də sürətli irəliləyiş gətirəcək. 2026-cı ilin başlanğıcında ən uğurlu bürclər. Şir ilin startı sizə böyük fürsətlər, tanınma və maddi qazanclar gətirəcək. Yeni iş, yeni təklif, gözlənilməz şanslar ard-arda gələcək. Qısa məsləhət. Özünüzə inanın, qorxmadan addım atın. Əqrəb güclü, yenilənmə enerjisi ilə 2026 sizin iliniz kimi başlayır. Köhnə problemlər arxada qalır, istədiyiniz qapılar açılır. Qısa məsləhət. Qarşınıza çıxan imkanları qaçırmayın. Oxatan at ilinin ən çox dəstəklədiyi bürclərdənsiniz. Uğur, səyahət, qazanc və yeni başlanğıclar yanvar-fevralda güclənəcək. Qısa məsləhət, yeni məqsədlər qoyun və genişlənin. Koç enerji çox aktivdir. İş və şəxsi həyatda yollar açılır, gecikən məsələlər sürətlə həll olur. Qısa məsləhət. Sürəti qoruyun, amma emosional qərarlardan çəkinin. Taurus. Buğa 2026-nın ilk ayları maddi baxımdan güclü olacaq. Uğurlu anlaşmalar, alqı-satqı və pul axını görünür. Qısa məsləhət. Maliyyə qərarlarında cəsarətli olun.